La ilahe illallah tövhid kəlməsidir. Tövhid sözünün mənası isə təkləşdirmək deməkdir. İslam dinində onun mənası isə Allahı ibadətdə təkləşdirmək. Yəni Allaha xas olan şeylərdə onu tək tutmaqdır. Tövhidin də 3 qismi var. Bəzi alimlər onu 3 qismə bölüb, bəziləri isə 2 qismə. 3 qismi birincisi ad və sifətlər tövhidi, rububiyyət tövhidi və uluhiyyət tövhididir. Ad və sifətlər tövhidi Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində gələn Allahın adları və sifətləridir. Biz onları isbat edirik, təsdiqləyirik və inkar etmirik. Rububiyyət tövhidi isə Allaha xas olan feillərdə onu təkləşdirməkdir. Yəni Allahın yaratması, ruzu verməsi, öldürüb və diriltməsi və s. Allaha aid olan feillərdə onu təkləşdirməyimizdir. Uluhiyyət tövhidi isə qulların Allaha olan ibadətlərində öz feillərində Allahı təkləşdirmələridir. Yəni namazda, duada, nəzirdə, zəkatda, həcdə, hər bir ibadətləri Allah üçün etmələrdir.